Bakı ətrafı kəndlərdə və bölgələrdə kənd təsərrüfatı təyinatlı torpaqların qanunsuz zəbt olunması getdikcə daha ciddi problemə çevrilir. Əkin üçün nəzərdə tutulan sahələrdə yaşayış evləri, fermalar və müxtəlif fərdi tikililər inşa olunur. İlk baxışda adi tikinti kimi görünən bu hallar sonradan həm sənədləşmə çətinliyi yaradır, həm də hüquqi və təhlükəsizlik riskləri ortaya çıxarır. Mütəxəssislər bildirirlər ki, problemin kökündə duran əsas səbəblərdən biri bir çox kənd bələdiyyələrinin dəqiq xəritələrinin və torpaq balansı məlumatlarının olmamasıdır. Torpaq sahələrinin qanunsuz ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi nəticəsində 3000 hektardan çox torpaq sahəsinin, o cümlədən 2057 hektar örüş sahəsinin bələdiyyə mülkiyyətinə və sahibinə qaytarılması təmin edilmişdir. Bu kifayət qədər böyük bir rəqəmdir. Nəzərə alsaq ki, bu pozuntuların əksəriyyəti bölgələrdədir, onda vəziyyət bir qədər də dəyişir. Bölgələrdə isə bu kənd təsərrüfatlı təyinatlı torpaqlar zəbt olunur. Əhali tərəfindən belə zəbt olunur ki, onlar qeyd edirlər ki, bizim dədə-babamızdan qalan torpaqlardır. Ona görə də həmin ərazidə müəyyən tikintilər də keçirdilər həyata. Necə ki, məsəl üçün ferma və yaxud orada hansısa bir ev tikirlər ki, həmin torpaqlarda əkinlər həyata keçirsinlər. Onların da oradan çıxarma prosesi bələdiyyələr tərəfindən həyata keçirilə bilər. Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş baş idarəsindən bildirildi ki, bu cür faktların əksəriyyəti Ağcabədi, Bərdə, Salyan, Qubay, İsmayıllı, Sabirabad rayonlarında aşkar edilib. Amma bu zaman isə müvafiq nəzarət mexanizmləri həyata keçirilir. Torpaq ayrılan zaman müvafiq prosedur qaydalara əməl olunmaqla ayrılır və aidiyyəti qurumların rəyləri alınmaqla ayrılır və bununla bağlı həmən qanunvericiliyin tələblərinə riayət olunmadıqda həmin qərarın ləğvi ilə bağlı bələdiyyəyə ilk öncə təklif verilir. Təklif bələdiyyələr tərəfindən təmin olunmadıqda bununla bağlı məhkəmələrə müraciət olunur. Torpaq ayırma proseduru zamanı bələdiyyənin fəaliyyətində cinayət əməli aşkarlandıqda bu zaman tərəfimizdən materiallar aidiyyəti üzrə hüquq mühafizə orqanına göndərilir. Mütəxəssislər vətəndaşlara torpaq əldə edərkən onun hüquqi statusunu dəqiqləşdirməyə və yalnız qanuni prosedurlara uyğun hərəkət etməyə tövsiyə edirlər. Əks halda sonradan həm maddi itkilər, həm də hüquqi məsuliyyət qaçılmaz ola bilər. Səbinə Şükürova, Sərxan Daşdəmirov, Ramiz Ramazanov, Polad Tahirov, İTV Xəbər.